Salam, növbəti dərsimiz Azərbaycan tarixində Azərbaycan SSR-nin yaradılması. 1920-ci ilin 28 aprel tarixində AXC-də Bolşevik çevrilişi oldu. Beləcə Azərbaycanda birinci respublika, yəni Azərbaycan Xalq Respublikası süqut etdi və Azərbaycanda ikinci respublika dövrü başladı. Azərbaycan tarixində ikinci respublika dövrü adlanır Azərbaycan SSR. Azərbaycan SSR 1920-ci ilin 28 aprelindən 1991-ci ilinəcən mövcud olmuşdur. Burada dərsi bir neçə başlığa ayırmışam. İlk başlığımız 1928 aprel çevrilişi nəticəsi, daha sonra ikinci başlığımız Sovet rejiminə qarşı xalq hərəkatı, həmçinin digəri Azərbaycan SSR-nin ilk konstitusiyasının qəbulu və onun nəticələri, daha sonra ərazi bütövlüyümüzə qarşı qəsdlər və burada digəri formal müstəqilliyimizin ləğvi, müstəqil Azərbaycan şüarının iflasa uğraması, yəni SSR-nin yaradılması. İlk öncə 1920-ci ilin 28 aprel çevrilişinin nəticələri haqqında bildirmək istəyirəm. Belə ki, bu çevriliş nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, Azərbaycan SSR yaradıldı, yəni ikinci respublika dövrü. Həmçinin Azərbaycanda iki hakimiyyət orqanı formalaşdı 28 aprel tarixində. Bunlardan biri MİQ, digəri isə XKS idi. MİQ Müvəqqəti İnqilab Komitəsi. Müvəqqəti İnqilab Komitəsinin xüsusiyyətləri: 1. Ali qanunverici və sərəncam verici bir orqan idi. XKS isə, yəni Xalq Komissarlar Soveti, onun sədri Nəriman Nərimanov idi, tərkibi Azərbaycanlılardan ibarət idi və ali icadəci orqan idi. Ardınca 1920-ci ilin may-iyun aylarında Bolşeviklər Azərbaycanda Sovet tədbirləri keçirirlər. Bunlar hansılardır? 1920-ci ilin may ayında Azərbaycanda neft sənayesi milliləşdirilir, Azneft, Azərbaycan Neft Komitəsi yaradılır, həmçinin AXC Milli Ordusu ləğv edilir, Qırmızı Ordu yaradılması haqqında fərman verilir. Həmçinin bütün mülki və hərbi rütbələr ləğv edilir. Azərbaycan SSR-nin vətəndaşlığı qəbul olunur. Həmçinin etməliyik ki, vicdan haqqında dekretinə bütün dini və dini belə deyək, virtuallar qadağan olunur. Fəhlə kəndli hökumətinin yaradılması, həmçinin fəhlə kəndli milisinin yaradılmasına başlanılır. Həmçinin qeyd edə bilərik ki, bu dövrdə Azərbaycanın bütün sərvətləri milliləşdirilməyə başlanılır. Bu hadisə olur 1920-ci ilin may-iyun ayında Sovet tədbirləri ilə. Digər başlığımız Sovet rejiminə qarşı xalq hərəkatı. Bildiyimiz kimi, Azərbaycanda ikinci respublika bir işğalçılıq idi. Yəni, Bolşeviklər Rusiya SSR-i 1920-ci ilin 28 aprelində Azərbaycana gələrək burada çevriliş edir. Buranı işğal edir. Ona görə Azərbaycanda zaman-zaman Sovet hakimiyyətinə qarşı üsyanlar olmuşdur. 1920-21-ci illərdə Sovet hakimiyyətinə qarşı Azərbaycanda bir neçə şəhərlərdə üsyan oldu. İlk üsyan Gəncə üsyanıdır. 1920-ci ilin may ayında oldu. Üsyan rəhbərləri Cahangir Kazımbəyov, Şıxlinski, Mirzə Qacar idi. Üsyanın xüsusiyyətləri: ilk və ən böyük üsyan idi Gəncə üsyanı. Üsyanı idarə etmək üçün hərbi şura yaradılmışdı. Anında inteqrasiya edirik. 1837-ci ilin Quba üsyanı zamanı, 1908-ci ilin Təbriz üsyanı zamanı, həmçinin 1919-cu ildə AXC Gürcüstan arasında imzalanan hərbi paktda hərbi şura var idi. Gəncə döyüşləri olur, lakin hərəkat rəhbərləri, yəni bu xalq hərəkatı məğlubiyyətinə yekunlaşır. İkinci və ən böyük üsyan Qarabağ üsyanı idi. 1920-ci ilin iyun ayında olmuşdur. Başçısı Nuru Paşa idi. 1920-ci ilin ayında Sovet qoşunları ilə Qarabağdakı Nuru Paşanın ordusu arasında 3 döyüş olur. Bunlar Ağdam, Tərtər, Şuşa döyüşləri. Bu 3 döyüşündə Sovet ordusu məğlub edilir. Beləcə Qarabağda Sovet hakimiyyəti devrilir və Nuru Paşa Qarabağın hakimi elan olunur. Lakin sonradan əlavə qüvvələr hesabına Qarabağdakı bu hərəkat da yatırılmış olur. Digər hərəkat Zaqatalada olur. Zaqatala hərəkatında, belə deyək, bu xalq çıxış zamanı başçı Əhmədiyev və Hafiz Əfəndi idi. İlk öncə hərəkat rəhbərləri Zaqatala və Qaxı azad etsələr də sonradan məğlubiyyətə uğradılar. Daha sonra Şəkinin Göynükmə halında, həmçinin Şəmkirdə və Lənkəranda isə 20-21-ci illərdə olur və bütün hərəkatlar yatırılır. Səbəbi ki, təbii ki, qeyri-mütəşəkkil, texniki cəhətdən geri qalmaları və təbii ki, Sovetlərin sayca çox olması idi. Xüsusilə qeyd etməliyik ki, Gəncə, Qarabağ və Zaqatala üsyanı zamanı əsas hərəkət verici qüvvələr AXC-nin köhnə ordusu, zabit və əskərləri idi. Ardınca Azərbaycan SSR-nin ilk konstitusiyasının qəbulu. 1920-ci ilin mayında
Azərbaycan SSR-nin ilk konstitusiyası qəbul olunur. Bununla da bir MİK, yəni Müvəqqəti İnqilab Komitəsi ləğv olunur. Onun əvəzinə AZMİK, yəni Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yaradılmış olur. AZMİK MİK-i əvəz etdiyi üçün qanunverici, yəni sərəncamverici bir qurum olur. XKS yenidən formalaşır 20-ci ilin may ayında birinci konstitusiyası ilə. Yenə XKS ali icra edici orqandır, rəhbəri yenə Nəriman Nərimanov olur. Azərbaycan SSR-nin ilk konstitusiyasının qəbulunun mühüm nəticəsi olur. Belə ki, Azərbaycanda Sovet quruluşunun belə deyək, qurulmasının birinci mərhələsi baş çatır və Sovetlərin hakimiyyəti Azərbaycanda qanuni hala almış olur. Çünki artıq rəsmən konstitusiyada bu öz əksini tapır. Bir daha Azərbaycanda Sovetlərin o hüquqi dövlət quruculuğunun birinci mərhələsi baş çatır və Sovet hakimiyyəti Azərbaycanda qanunlaşır, rəsmiləşir. Daha sonra ərazi bütövlüyümüzə qarşı qəsdlər. Bildiyimiz kimi Cənubi Qafqazda ilk sovetləşən, yəni ilk SSR hakimiyyəti qurulan ölkə Azərbaycandır. Daha sonra 20-ci ilin sonu və 20-ci ildə isə Gürcüstan və Ermənistanda Sovet hakimiyyəti qurulur. Sovet hakimiyyəti, Sovet Rusiyası Gürcüstan və Ermənistanı şirikləşdirmək üçün, Sovetin tərkibinə daxil olması üçün onlara Azərbaycan ərazilərindən pay söz vermişdir və bunu da reallaşdırır. İlk öncə Ermənistana verilən əraziləri demək istəyirəm. 1920-ci ilin avqustunda Ermənistana ilk verilən ərazi Şərur Dərə-Əliyəz olur. Şərur Dərə-Əliyəz. Bu ərazi verilən zamanda 3 ərazi mübahisəli elan olunur. Bunlar Naxçıvan, Dağlıq Qarabağ və Zəngəzurdur. Ermənistana ikinci verilən ərazi 1920-ci ilin yayında Yuxarı Qərbi Zəngəzur olur. Yuxarı Qərbi Zəngəzurun Ermənistana verilməsində iki mühüm amil öz sözünü deyir. Bunlar nədir? Bir, Azərbaycan SSR-nin rəhbər heyəti deyir ki, bizim Ermənistanla Azərbaycan arasında, yəni Azərbaycan SSR-nin Ermənistan arasında heç bir sərhəd yoxdur. İkincisi isə Qafqaz bürosunun işçiləri olan Stalin və Orçonagidzenin fəal təbliğatı nəticəsində 20-ci il yayında Yuxarı Zəngəzur Ermənistana verilir. Həmçinin 1920-ci illərdə Qazax və Cəbrayıl qəzalarının bir hissəsi də Ermənistana verilir və 1929-30-cu illərdə isə Aşağı Zəngəzurun, indiki Zəngilan rayonunun Ermənistana verilməsi ilə ermənilər orada Mehri rayonu yaradır. Beləcə Naxçıvanla Azərbaycan arasında quru sərhəd bağlanır. Yəni artıq Naxçıvan Azərbaycandan ayrı salınmış olur. Həmçinin qeyd etməliyik ki, 1920-ci illərdə Ermənistana Naxçıvanın da bir hissəsi verilmişdir. Digər baxaq Gürcüstana verilən ərazilər. Bu 1921-ci ildə Zaqatalanın bir hissəsi və həmçinin Borçalının bir hissəsidir. Düzdür, Zaqataladan əl çəkir iddialanan Gürcüstan. Lakin 20-ci ildə Zaqatalanın bir hissəsi də Gürcüstana verilmiş olur. 1922-ci ildə isə Qarayazı iki hissəyə bölünür. Aşağı Qarayazı Azərbaycana, yuxarı Qarayazı isə Gürcüstana verilmiş olur. Daha sonra gəldik formal müstəqillimizin ləğvi. İstər 1920-ci ilin 28 aprel işğalı zamanı, istər isə 1921-ci ilin Azərbaycan SSR-nin ilk konstitusiyası zamanı Azərbaycanda sənəd üzərində formal müstəqillik qeyd olunmuşdur. Azadlıqlar orada öz əksini tapmışdır. Formal müstəqillimizin ləğvi yolunda ilk addım 1920-ci ilin sentyabrında Moskva müqaviləsi oldu. Belə ki, Azərbaycan SSR ilə Rusiya SSR arasında 20-ci ilin sentyabrında Moskvada bir hərbi iqtisadi təslim paktı. Adından göründüyü kimi hərbi iqtisadi təslim paktı. Yəni Azərbaycan SSR bütün hərbisini, bütün iqtisadiyyatını daşına bilən, daşınmayan hər şeyi, poçt, rabitə, dəmir yol, həmçinin digər sərvətlərini Rusiya SSR-nin himayəsinə verir. Bu bir təslim paktı idi. Burada Azərbaycan SSR müstəqilliyindən söhbət belə getmirdi. Formal müstəqillimizin ləğvi yolunda ikinci addım 1921-ci ildə olur. Cənubi Qafqaz respublikaları arasında, yəni Azərbaycan, Ermənistan, Gürcüstan arasında bütün sərhəd və gömrüklər ləğv olunur. Bu hadisə həm də ZSFSR-nin yaradılmasının ilk addımdır. Yəni formal müstəqilliyimizin ləğvi yolunda ikinci addım. Cənubi Qafqaz respublikaları arasında 21-ci ildə sərhəd və gömrüklər ləğvi, ZSFSR-nin isə yaradılmasının birinci addımıdır. 1922-ci ildə Cənubi Qafqaz respublikaları arasında, yəni Ermənistan, Gürcüstan, Azərbaycan arasında Moskvada ittifaq müqaviləsi imzalanır və son olaraq 1922-ci ilin dekabrın 10-da ZSFSR, yəni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası yaradılır. ZSFSR-nin yaradılmasında 1922-ci ilin dekabrın 10-da baş tutur. Tərkibində Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR olur.
ZSSR-nin yaradılmasının nəticələri: 1. Formal müstəqilliyimiz ləğv olunur. 2. Cənubi Qafqaz respublikalarının hüquqları məhdudlaşdırılır. 3. Azərbaycanın sərvətləri bərabər şəkildə Ermənistan və Gürcüstan arasında artıq bölüşülməyə başlanılır və nəhayət olaraq Moskvadan asılılıq tam olaraq artır. Növbəti başlıq müstəqil Azərbaycan şüarının iflası, ləğvidir. Yəni SSR-nin yaradılması. 1922-ci ilin dekabrın 30-da Rusiya SSR-i, Belarus SSR-i, Ukrayna SSR-i və ZSSR arasında ittifaq müqaviləsi imzalanır və bununla da 1922-ci ilin dekabrın 30-da SSR imperiyası formalaşması baş çatır. Yəni SSR qurulur rəsmən 22-ci dekabrın 30-da və bununla da müstəqil Azərbaycan şüarı ləğv olunur. Yəni müstəqillik haqqında azca olsa ideyalar, fikirlər var idisə, bu da tamamilə iflasa uğramış olur. Daha sonra Azərbaycan SSR-nin və SSR-nin konstitusiyaları haqqında qeyd etmək istəyirəm. SSR-nin 3 konstitusiyası qəbul olunub. SSR-nin birinci konstitusiyası 1924-cü ildə qəbul olmuşdur. Bu eyni ilə Rusiya SSR-nin 1918-ci il konstitusiyasının birə-bir eynisi idi, təkrarı idi. SSR-nin ikinci konstitusiyası 1936-cı ildə qəbul olunur. Belə ki, bu konstitusiya qalib gəlmiş sosializm və yaxud da Stalin konstitusiyası adlandırılır. Bu konstitusiyada ZSSR ləğv olunur. Azərbaycan birbaşa Moskvanın tabeliyinə keçmiş olur. SSR-nin üçüncü konstitusiyası 1977-ci ildə yaradılmış olur, qəbul olunur. Azərbaycan SSR-nin isə konstitusiyaları 1921-ci ildə ilk konstitusiya qəbul olundu. Bayaq qeyd etdim ki, bununla da Sovetlərin Azərbaycanda dövlət quruculuğunun birinci mərhələsi bitir və Sovet hakimiyyəti Azərbaycanda qanuniləşir. Azərbaycan SSR-nin ikinci konstitusiyası 1937-ci ildə. Artıq burada tariximizi çox ölçüdə Stalin saxtalaşdırır. Belə ki, Azərbaycan türk xalqına Azərbaycanlı deyilməyə başlayır, türk dilini isə Azərbaycan dili deyilməyə başlayır. Bu isə təbii ki, Azərbaycanı türkçülükdən uzaqlaşdırmaq idi və bu da Azərbaycançılıq ideyasının inkişafına gətirib çıxarır. Azərbaycan SSR-nin üçüncü konstitusiyası 1978-ci ildə qəbul olunmuşdur.